21 illik həsrət. Ölməyimə razıyam. Mən də qabinin sorağını eşidəydim. Heç olmasa onunla ölüydüm. Evlat bambaşqa şeydir. Evlat canını yarsın. Lətifə ananın acı taleyi hər kəsi göz yaşına boğacaq. Nuranə illərdir axtardığı qardaşını tapa biləcəkmi? Bizə Allahdır ki, sizə harasa aparıram, demədi hara apardığını. Sənin üçün gələn var. Studiyaya gələn bu qadın kimdir? O nələri etiraf edəcək? O məni döyüb su quyusuna atıb. Hacı xanımın qardaşı ilə bağlı inanılmaz faktlar. Ən dəhşətli sirlərin yazıldığı bu məktubda Heç vaxt üzünü görmədiyi atası Rəvanənin səsinə səs verəcəkmi? Bu şəxs kimdir? Rəvanənin atası, Lətifə ananın oğlu, yoxsa... Bütün bunlar iyunun 21-i saat 21:40-da Xoş qədəmlə axtarıram səni də.